Bəli, biz bacarmadıq və İsmayıldan Bakıya geri dönürük. Əslində əvvəldən planımızda var idi ki, 3-4 ay qalıb test eləmək, yəni yaşaya bilərikmi İsmayılda və ya hər hansı bir rayonda. Nəzərə alaraq ki, biz yoldaşımla ikimiz də Bakıda böyümüşük. Əslində hər şey gözlədiyimizdən daha yaxşı oldu. Rayona çox tez adaptasiya olduq və məncə rayon həyatını deneyimləmək üçün İsmayılı ən gözəl seçimdir. Sadəcə nəzərə almadığımız bir nüans var idi ki, bizim ailəmiz, dostlarımız, tanışlarımız hamısı Bakıdadır. Həm biz onlar üçün, həm onlar bizim üçün çox darıxır və mənəvi olaraq həqiqətən də bu çox çətindir. Və bir nüans da var ki, qardaşımın yaxınlarda nişanı olacaq və mən orada olmalıyam, onlara dəstək olmalıyam və uzaqdan çox çətindir bunu eləmək. Özüm belə heç hazırlaşmamışam, nişan paltarım yoxdur, baxmayaraq ki, nişan düz bir həftə sonra olacaq. Bu arada mənə çox yazırdınız ki, İsmayıldan evi necə tapmısınız? Biz çıxacağıq və ev boş olacaq. Evin hər bir şəraiti var, istəsəz sizi yönləndirə bilərəm. Son olaraq İsmayılda yaşayan qızlarıma sualım var. Mən bir baldız olaraq İsmayıldan Bakıya qonaq gedirəm və əli boş getmək istəmirəm. Sizcə nə alıb apara bilərəm? Xonçalıq nəsə ola bilər, bilməm şirniyyat da ola bilər. Getməyimsə isə son 2 gün qalıb və bu gün sonuncu dəfə gözəl İsmayılını gəzməyə çıxırıq. Makyajım isə bu qədər. Məni izləməyə almağı unutmayın. Sizi çox sevirəm. Bay bay.